İntensiv texnologiyalar əsasında salınan bu bağda göycə sortu yetişdirilir. Eyni zamanda bağda tozlanmanın təşkili üçün digər sortlar da əkilib. Bağ damlama suvarma sistemi ilə becərilir. Qeyd edim ki, ikinci məhsul ilində olan bu bağın məhsulu daxili bazarla yanaşı xaricə də satılır. Saatlı rayonunda salınan intensiv göycə alcası bağında məhsul yığımı davam edir. Belə bağın Milmuğan bölgəsində salınması bir ilkdir. Bu günə kimi bağdan 50 tona yaxın məhsul toplanıb ki, onun da 20 tonu ixrac edilib. İntensiv alça bağı Saatlının Qaralar kəndi ərazisində yerləşir və 14 hektar sahəni əhatə edir. 11.000 ağacımız var bizim bu hal-hazırda. Və burada bizim birinci vurğulamaq lazımdır ki, dövlətimizin bizə dəstəyi var. 40% bütün sahələrdə olduğu kimi damlama sistemlərində, müasir suvarma damlama sistemində bizə güzəşti var 40%. 40-50 nəfər adam çalışır. Və burada birinci yığımı biz burada tamamlamışıq. İndi hal-hazırda yığım ikinci dərindir. Və ikinci meyvəmiz çox keyfiyyətlidir. İlk məhsul ilində bağdan 40 tona yaxın məhsul toplanılıb. Bu il isə 70-80 ton məhsul yığılması gözlənilir.